qazılar hamı İmam Rıza Aleyhisselamın mübarək hərəminə tərəf baxsın. Gördüyümüz mübarək hərəm vilayətin 8-ci günəşi Ali ibn Musa Rıza Aleyhisselamın mübarək qəbri olan hərəmidir. Hərəmin ərazisi təxminən 100 hektardır. Dünyanın en büyük hərəmlərindən biridir. Allah'a and verək, öz izzəti cəlalının xatirinə Allah Teala İmam Rıza Aleyhisselamı bütün günahlarımızın üzerinden qələmlər çəksin inşallah. Allah'ın izniyle hamımız üzü hərəmə tərəf dayanırıq, əllərimizi qoyuruq sinələrimizə, ürək başına. İnşallah Kərbəlayı Vüsal qardaşımız hamımızın dilinden İmam Rıza Aleyhisselam'a salam arz edəcək, salamları oxuyacaq. Ondan sonra bir-iki mərsiyələr olacaq, yüngül bir əzadarlıq edəcək inşallah. Ondan sonra izdihamla, Allah'ın köməkliyi ilə, saf qəlblə, eşqlə, məhəbbətlə İmam Rıza Aleyhisselamın hərəminə daxil olacaq inşallah. Muhammed Ali, Muhammedə ucalı, layiqli, nurani salavat zikr edəyək. Esselamu